Salam, hər vaxtınız xeyir olsun. Bu videomuzda ümumi sınaq imtahanı 3-cü suallarının izahını verəcəm. Gəlin başlayaq bir nömrəli sualdan. İfadəsinin çoxhədli şəklində yazılışında sərbəst həddi tapın deyir. Birinci mötərizəmdə sərbəst həddim kimdir? -2. Üzərində kub olduğuna görə -2-nin kubu vurulsun. İkinci mötərizəmdə sərbəst hədd 1-dir. Üzərində 50-nin olması nə isə dəyişdirmir. -2-nin kubu -8 edəcək. Düzgün cavab C variantı. 2 nömrəli suala baxaq. A və B çoxluqları üçün A-da olub B-də olmayan elementlərin sayı 8-dir. Euler-Venn diaqramını çəksək. Bu A çoxluğu olsun, bu B çoxluğu olsun. A-da olub B-də olmayan elementlər 8, yəni bura 8 yazacağım. B-də olub A-da olmayan elementlər 6, yəni bura 6 yazacağım. Hər iki elementin kəsişməsi 4-dür. Ortaya 4 yazacağım. Birləşmə bizdən soruşulduğu üçün birləşmə hər iki çoxluqda olan elementlər nəzərdə tutulur. Yəni 8 üzərinə gəlinsin 4 üzərinə gəlinsin 6. Bu da 18 edəcək. C variantı. 3 nömrəli suala baxaq. Z kompleks ədədi üçün RZ bərabərdir 9-a, MZ bərabər -4 olarsa bu kompleks ədədin qoşmasını tapın deyir. Kompleks ədəd Z bərabərdir A üzərinə gəlinsin BI şəklində yazılır. Burada biz A-ya həqiqi hissə, B-yə isə xəyali hissə deyirik. RZ həqiqi hissə deməkdir kompleks ədədlərdə. Həqiqi hissəmiz 9-dursa o zaman yazıram A bərabərdir 9. MZ xəyali hissə deməkdir. B bərabərdir -4. Xəyali hissə baxın budur. A-nın yerinə 9 yazıram. Z bərabərdir 9. B-nin yerinə -4i yazdım. Amma bizdən bunu istəmir, qoşmasını istəyir. Kompleks ədədin qoşması üzərində xət qoyulur. A çıx B-nin qoşması A üzərinə gəlinsin B-idir. Yəni bizim qoşmamız 4 üzərinə gəlinsin. 9 üzərinə gələk 4-i B variantı. 4 nömrəli suala baxaq. Vahid vektor olarsa M-i bizdən soruşur. Vahid vektor uzunluğu 1 olan vektora deyirlər. Vektorun uzunluğu da belə tapılır. Bu ədədlərin kvadratlarının cəmini 1 eləyəcəm. Yazıram M-in kvadratı. Üzərinə gəlinsin 4 bölək 5-in kvadratı bərabərdir 1-ə. Buradan M kvadratı üzərinə gəlinsin 25-də 16 bərabərdir 1-ə. M kvadratı bərabərdir 1 çıxaq 25-də 16-ya. Buradan M-in kvadratı bərabərdir 25-də. 25-i 1-ə vuranda 25, 16 çıxanda 9 edəcək. Nəyin kvadratı 25-də 9 edər? 5-də 3-ün plus minus. Düzgün cavab C variantı. Gəlin baxaq 5 nömrəli suala. Verilmiş cədvəllərdə ədədlərin hansı hissəsinin sonlu onluq kəsir şəklində göstərilmək olduğunu bizdən soruşur. Sonlu onluq kəsir şəklində göstərilən ədədlər məxrəc vuruqlara ayrılan zaman 2 və 5-dən ibarət olarsa bunlara sonlu onluq kəsir deyilir. Ümumilikdə burada 10 dənə ədədimiz var. Baxaq birincisinə. Məxrəc 5-dən ibarət olduğu üçün bəli bu sonlu onluq kimi göstərmək olar. İkincisində 35 5 vurulsun 7 deməkdir. Ola bilər ki, sən deyərsən burada 7 var, olmaz. Amma 7 ilə 28 ixtisar getdiyi üçün məxrəcdə 5 qaldığından bu da sonlu onluq kəsir kimi göstərmək mümkündür. 0,16 kök altından çıxdığı zaman 0,4 kimi çıxacaq. Yəni %16 kökdən 10,4 kimi çıxır. 10 da nə deməkdir? 2 vurulsun 5 kimi. Məxrəc 2 və 5-dən ibarət olduğu üçün bu da sonlu onluq kimi göstərmək olur. Pi irrasional ədəddir. İrrasional ədədlər sonlu onluq kimi göstərmək mümkün deyil. 20-də 7-ni yazsaq, 24 vuraq 5 deməkdir. 4 isə 2-nin kvadratı deməkdir. Həqiqətən də məxrəcdə 2 və 5-dən başqa nəsə olmadığından bu da sonlu onluq kimi olur. 25-də 11. Bu 5-in kvadratı deməkdir. Bu da sonlu onluq kimi göstərmək mümkündür. Sonra bu kök altında 2 irrasional da ola bilməz. 14 nə deməkdir? 2 vurulsun 7. Burada 7 var bizə pozan. Ona görə məxrəc 2 və 5-dən başqa ədəddə ibarət olduğuna görə bu da olmaz. %24. %24 yazsaq 125 vurulsun 4 deməkdir. 25 5-in kvadratıdır. 4 2-nin kvadratıdır. Bu da yalnız 5-dən 2-dən ibarət olduğu üçün bu da olacaq. Bu da olmur. Çünki 9-da 6 deməkdir. Ümumi sonlu onluq göstərilə bilən ədədlərimizin sayı nə qədər oldu? 6 dənə. Cavabımız olacaq 10-da 6.
Yəni 0,6 B variantı. Gəlin baxaq 6 nömrəli suala. Burada cüt dərəcədən kökün altında dərəcələr eyni olduğu zaman gedəcək və modulda çıxacaq. Modulda A çıxılsın 6 qalar. Üzərinə gəlinsin. Tək dərəcə olan kimi bunlar bir-birini götürür. Modulda çıxmır. Elə olduğu kimi çıxır. Bir də gəldik bu cür ifadələrə. Bununla bunu səhv salmayın. Burada qüvvət içəridədir. Burada qüvvət çöldədir. Bunlar da bir-birini aparacaq. Buradakı 2 ilə bu 2 də bir-birini götürəcək. Amma bu səfər modulda çıxmayacaq. Yadda saxlayın. Bu cür ifadələr modulda çıxmaz. Modulda çıxan içəridə olanlardır. İçəridə qüvvəti cüt olanlardır. Yaxşı. Bəs gəldik bunun işarəsini necə təyin edəcəm? Müsbətdimi, mənfidimi? Bax, onun işarəsini təyin etmək üçün buradakı ifadələrdən kömək alacaq. Baxaq birincisinə. Cüt dərəcədən yadda saxlayın. Kökün altı mənfi ola bilməz. Bu mənfi də olsa, üstü qüvvəti cüt olduğu üçün onsuz da müsbətə çevirəcək. Bunda qorxumuz yoxdur. Tək dərəcədən kökün altı hər şey ola bilər. Mənfi də ola bilər. Ona görə bu da qorxu yoxdur. Amma gəldik bura. Dərəcə cütdürsə, kökün altı mənfi ola bilməz. Burada kökün altı mənfi ola bilməz. Amma mənfi olsa da üstü 4 olduğu üçün müsbətə çevirəcək deyə qorxmuram. Amma bunun içi mənfi olsa pozular. Niyə? Müəllim kvadrat var. Kvadrat çöldədir. Kəsrin kökün çölündə olduğu üçün bu bunu qoruya bilmir. Ona görə 3 çıxılsın A-nı müsbət eləyəsən 3 böyük olmalıdır A-dan. Yəni A 3-dən kiçikdir. 3-dən kiçik bir ədəddən 6 çıxanda mənfi qalacaq. Mənfi olduğu üçün tərsinə çıxır. 6 ilə 2-nin cəmi 8, 8 ilə 3-ün cəmi 11 minus mənfi A-ları toplayanda 3A. Düzgün cavab B variantı. Gəlin baxaq 7 nömrəli suala. Tənliyin həllinin olması üçün A-nın ola biləcəyi qiymətlər aralığını bizdən soruşur. Yazaq sinus 2x üzərinə gəlinsin. Kosinus 2x vurulsun. Tangens x'i sinus x bölək kosinus x şəklinə yazdıq. Bərabərdir A minus 4-ə. Buradan kosinus x-lər ixtisar gedəcək. Əlimizdə qaldı sinus və sinus. Nə oldu? 2 dənə sinus x bərabərdir A minus 4-ə. Buradan sinus x-in cavabı A minus 4 bölək 2 oldu. Sinusun cavabı hansı aralıqda qiymət alır? Sinus mənfi 1 ilə 1 arasında cavab alır. Ona görə sinusun bu cavabını şagird mənfi 1 ilə 1 arasında yerləşdirməlidir. Yəni A çıxılsın 4 bölək 2 1-dən kiçik, mənfi 1-dən böyük olmalıydı. İncə məqam nədir burada? Sinus 1 qiymətini alırmı? Daxil işarəsi qoyacaqmı? Sinus 1 qiymətini alır. Amma bu səfər belə yox. Bunları qırmaq məcburiyyətliyəm. Sanki biri almır. Niyə bunu elədim? Yadda saxlayın. Sinusun 1 olduğu yerdə, sinusun mənfi 1 olduğu yerlərdə avtomatik kosinus 0 olur. Tamam mı? Sinusun 1 aldığı, sinusun mənfi 1 aldığı yerdə kosinus 0 olur. Kosinus 0 olmağı demək məxrəcin 0 olmağı anlamına gələcək bizim bu ifadəmizdə. Məxrəcə 0 olmayacağına görə sinusa 1 və yaxud da sinusa mənfi 1 qiymətlərini verə bilmirəm. Əgər sinusa 1 qiymətini versən, kosinusun 0 olduğunu qəbul eləmək zorunda qalarsan. Məxrəcə 0 olmayacağına görə mən bu bərabərlik işarələrini sildim. Hər tərəfi 2-yə vursaq, mənfi 2 kiçikdir A minus 4 kiçikdir 2-dən. Hər tərəfə 4 əlavə eləsək, 4-dən 2 çıxsaq olacaq 2 kiçikdir. 4-lər getdi A kiçikdir. Hər tərəfə 4 əlavə eləsək 6. Düzgün cavabımız 2 ilə 6 aralığında daxil olmamalıydı. E variantı. 8 nömrəyə suala baxaq. 6-nı parçalayıb 2 vurulsun 3 kimi yazaram. Qüvvət 4 olduğu üçün hər birinin üzərinə 4 yazdım. M üzərində 2 dəfə 4-üm 8 edəcək. 9 3-ün kvadratı deməkdir. Üzərində mənfi 2 var deyə vuranda mənfi 4. Bu da M üzərində mənfi 2 deməkdir. Bölək. 16-nı 2 üzərində 4 yazıram. M üzərində 5 də bu şəkildə yazıldı. Bax, 2 üzərində 4, 2 üzərində 4 getdi. 3 üstü 4, 3 üstü mənfi 4 vuranda toplanır. 3 üstü 0 edir, o da getdi. M üzərində 8, M üzərində mənfi 2. Vuran zaman 8 ilə mənfi 2-ni toplayanda 6 edəcək. Qüvvətlər toplanır axı vurulan zaman. Aşağıda da M üzərində 5 var. Bunlar da bir-birini götürdülər.
M-dən bir dənə qaldı. Düzgün cavab A variantı. Gəlin baxaq 9 nömrəli suala. Kök altında kosinus 2x, daha doğrusu kök altında 3, kosinus 2x. Sinus x'i sağa göndərsəm, olacaq mənfi sinus x. Hər tərəfi kosinusa bölsək, bax, bu tiplərin hər birini belə yazarsan. Sinusu sağa göndərsən, hər tərəfdə kosa bölürsən. Oldu kök altında 3 bərabərdir. Sinusu kosa bölmək tangens x deməkdir. Mənfini də bu tərəfə göndərsək, oldu tangens x bərabərdir mənfi kök 3. Tangens kök 3'ü nə zaman alır? X bərabərdir. Tangens kök 3'ü normalda pi bölək 3 üzərinə gəlsin pi k-da almalıdır. Müsbət 60 dərəcə üzərinə gələk pi k. Tangens mənfi kök 3'ü mənfi pi böl 3 üzərinə gəlsin pi k-da alır. Düzgün cavab A variantı. Gəlin baxaq 10 nömrəli suala. Bərabərsizliyin ən kiçik tam həllini bizdən soruşur. Bizim bərabərsizliyimiz sıfırdan böyük, yəni müsbət olmalıdır. Modul hər zaman müsbətdir. Demək ki, yuxarıdakı ifadəmiz də müsbət olmalıdır. Yazıram ki, loqaritma 5 əsasdan 2x çıxaq 4 müsbət olmalıdır. Yadda saxlayın. Loqaritmanın cavabının müsbət olması üçün loqaritma A-dan B-yə. Bu A da B də. Hər ikisi birdən böyük olmalıdır. Ya da A ilə B hər ikisi 0 ilə 1 arasında qiymət almalıdır. Bax, loqaritma A-dan B-nin cavabının həmişə müsbət olmağını istəyirsənsə, bunun ikisi də birdən böyük ədəd olmalıdır. Yox, hər ikisi 0 ilə 1 arasında kəsirli bir cavabdırsa, o zaman yenə də müsbətdir. Bu nə deməkdir? Loqaritma 2-dən 5. Bax, bu cavab müsbətdir. Niyə? 5 də birdən böyükdür, 2 də birdən böyükdür. Loqaritma 0.5 əsasdan 0.7. Bu da cavab müsbətdir. Niyə? Bunun hər ikisi 0 ilə 1 arasında yerləşir. Amma biri də var belə olsun. Loqaritma 7 əsasdan 0.2. Gəldik bura. Uşaqlar, bu cavab mənfidir. Yadda saxlayın, loqaritmada bir ədəd birdən böyük, digəri 0 ilə 1 arasında olarsa, o mənfidir. Və yaxud da tərsinə, loqaritma 0.2 əsasdan 7. Bu cavab da mənfidir. Çünki 7 birdən böyükdür, amma 0.2 0 ilə 1 arasında yerləşir. Mənim məqsədim bu cavabın müsbət olmaqdır. Bunu bilmirdinsə dəftərinə yaz mütləq şəkildə. Mənim cavabımın müsbət olmağını istəyirəm. Bura birdən böyük olduğunu gördüm. 5 böyükdür birdən. Bu da birdən böyük olmalıdır ona görə də. 2x çıxaq 4 böyük olmalıdır birdən. 2x böyük olmalıdır 4-dən. X də böyük olmalıdır 2-dən. Daha doğrusu 4-ün üzərinə 1 gələndə 5. 2,5-dən. X 2,5-dən böyükdür. Ən kiçik tam həlli nədir? X olmalıdır 3. Amma 3 məxrəci 0 edir deyə götürə bilmirəm. Ona görə cavabım 4 olur. D variantı. 11 nömrəli suala baxaq. Tənliyin kökləri A və B olarsa, ifadənin qiymətini hesablayın deyir. Burada məqsəd bu sualda nədir? Şagird tənliyin kökləri verəndə ağlına nə gəlir? Yadda saxlayın, tənliyin kökləri verilən zaman bu A-nı da aparıb x-in yerinə, bu B-ni də aparıb x-in yerinə yazmaq haqqım var. Çünki onlar bu tənliyin köküdür, x-ləridir. Yaxşı mı? İlk öncə bu mötərizəni açsam. A-nın kvadratı üzərinə gəlinsin 6A, üzərinə gəlinsin 9. Çıxılsın, digərini açsam. B-nin kvadratı üzərinə gələk 6B, üzərinə gəlinsin 9. Nə edəcəm? Tənliyin kökləri A ilə B deyil. Qıraqdan yazsam bunu, x-in kvadratı üzərinə gələk 6x çıxaq 1. Bir dəfə x-in yerinə A yazacam. Çünki haqqım var, kökümdür. A-nın kvadratı 6A çıxaq 1 0'dır. Burada A-nın kvadratı üzərinə gələk 6A 1 edəcək. Bax, A-nın kvadratı 6A 1'dir. Bu cavab 1 elədir. 9 da əlavə eləsək nə qədər eləyəcək? 10. Bir dəfə də x-in yerinə nə yazaq? B yazaq. Çünki B də tənliyimizin köküdür. Olacaq B-nin kvadratı. X-in yerinə B yazsaq 6B çıxaq 1 0 edər. Buradan B-nin kvadratı üzərinə gələk 6B bərabərdir 1 olar. B-nin kvadratı üzərinə gələk 6B 1 elədi. 9 da əlavə eləsək 10 edəcək. 2 dənə 10'u bir-birindən çıxsaq cavabımız 0 olacaq.
Gəlin baxaq 12 nömrəli suala. Nöqtələrinin simmetrik olduğu nöqtə 2x üzərinə gəlsin y bərabər 14 düz xətti üzərində olarsa, A parametrinin qiymətini tapın. Yadda saxlayın, simmetrik olan nöqtə, simmetrik nöqtə hər zaman iki nöqtənin arasında olur, düz ortasında olmalıdır. İndi bizə deyir ki, A və B nöqtələrinin simmetrik olduğu bir nöqtə, bir C nöqtəsi olsun. Həmən C nöqtəsinin koordinatlarını tapmaq üçün C nöqtəsinin x ilə y-ni tapmaq üçün A və B-nin x-lərini toplayıb, y-lərini toplayıb yarıya böləcəyik. Sanki bu A nöqtəmiz olsun bizim. Baxın, bu da bizim B nöqtəmiz olsun. Bu da bizim C nöqtəmiz olsun. Bax, bu C ortadadır. Çünki A ilə B C-yə nəzərən simmetrikdir. İndi mən yazıram. C-nin koordinatını tapmaq üçün bunun x-ilə bunun x-ini toplayıb yarıya bölürəm. Y-lərini də toplayıb yarıya bölürəm. -5 ilə 1 də toplayıb yarıya bölürəm. Oldu neçə? C 2 ilə 6-nın cəmi 8 yarısı 4. -5 ilə 1-in cəmi -4 yarısı da -2. C-nin koordinatlarını tapdım. Bu x-dir, bu da y-dir. X-in yerinə x-in qiymətini, y-in yerinə y-in qiymətini yazacağım. 2 vurulsun. X-in yerinə yazıram 4. Üzərinə gəlinsin A vurulsun. Y-in də yerinə yazıram -2. Bərabər 14-ə. 8 minus 2A bərabərdir 14-ə. -2A bərabərdir 6-ya. Buradan da A bərabərdir -3-ə. Düzgün cavabımız C variantı. Gəlin baxaq 13 nömrəli suala. Şəkildə ABCD və KLMN kvadratlarının tərəflərinin uzunluğu verilmişdir. Boyalı rəngli hissənin sahəsini ifadə edən eynilik aşağıdakılardan hansıdır? Mən burada rənglənmiş hissənin sahəsini tapmaq üçün ümumi kvadratın sahəsindən balacanın sahəsini çıxsam, mənə bu rənglənmiş hissə qalar onsuz da. Mən də nə edirəm? SABC D-nin sahəsini tapıram. Kvadratın sahəsi onun tərəfinin kvadratıdır. Yəni 2y-in kvadratı. Bu da edəcək 4y-in kvadratı. Gəl balaca kvadratımızın da sahəsini tapaq, onu çıxaq. Daha doğrusu S, M, N, K, L. Balaca kvadratımızın sahəsini tapmaq üçün onun tərəfini kvadrata yüksəldəcəyik. X-in kvadratı. İndi bu sahələr bir-birindən çıxacaq. 4y kvadratından x-in kvadratını çıxacaq. Bu da 2y minus x, 2y üzərinə gələnsin x şəklində olur. Düzgün cavabımız B variantı. Gəlin baxaq 14 nömrəli suala. Bizdən f x minus x-də 1 bərabərdir x kvadratı toplam 1 bölü x kvadratı çıxaq 1 olarsa f köksün qiymətini bizdən soruşur. İndi bax, mən nə edirəm? F, mənim məqsədim burada kök altında 3'ün olmaqdır. Məsələn, f x bərabərdir 6x üstə gələk 4. Səndən f5'i tap desəm, x-in yerinə 5 yazmarsan, 5 dəfə 6 30, 34. Amma bəs belə olsaydı, f x minus 3 2x üstə gələk 4. Mən səndən f5'i soruşsam, indi x-in yerinə durub gedib 5 yazmarsan, sənin məqsədin buranın 5 olmağıdır. Buranın 5 olması üçün x-in yerinə 8 yazarsan, düzdürmü? Yəni x minus 3'ü 5'ə bərabər edərsən. İndi daha sonra nə ayıracam? Bax, burada da onu eləyəcəm. İndi mənim məqsədim burada x çıxılsın, x də 1'i kök 3 etməkdir. Varsa ki etdin, f kök 3. Belə bir düşüncə yarana bilər. Ay müəllim, x-ə nə verəndə kök 3 edir? Onu axtarmıram. Sən nəyinə lazımdır? Buranı kök 3 eləmədin, əla elədim. Mənə bunun gerisi lazımdır. Bunu necə tapacam? Hər tərəfi kvadrata yüksəldəcəm. Oldu birincinin kvadratı çıxılsın. Birinci ilə ikincinin hasilinin, bax, birinci ilə ikincinin hasilinin 2 qatı, üzərinə gələnsin ikincinin kvadratı. Bərabərdir, köksün kvadratı 3'dür. Burada x-lər getdi. Oldu x-in kvadratı, üzərinə gəlinsin 1 bölək x-in kvadratı, çıxılsın 2 bərabər 3'ə. Mənfi 2-ni sağa göndərəndə müsbət 3, yəni x-in kvadratı üzərinə gələk 1 bölü x-in kvadratı bərabərdir. Müsbət 3 üstə gələk 2, bu da 5 edəcək. Bu cavab 5 olduğuna görə yerinə yazacağım, bax, tapmışam. 5, bir də çıxanda 4 oldu. Yaxşı, düzgün cavabımız 4. Gəlin baxaq 15 nömrəli suala. Bizdən bu rənglənmiş hissənin sahəsi soruşulur. Burada
bu tərəflərin eyni olduğu bizə verilibdir. Tərəflər eyni olduğuna görə onların qarşılarındakı sahələr də eyni olacağını bilirəm. Mən rəngli hissənin sahəsini tapmağa çalışıram. Amma mən bir dənə bunun sahəsini tapsam, onsuz da bunlar eyni deyilmi? Düzdürmü? Ona görə S, B, mənim axtardığım bu da S, B, Y, D. Bu sahə ilə S, E, D, C. Bu sahə eynidir. Yaxşı. İndi mən nə edəcəm? Uşaqlara adətən dediyim belə bir düsturumu deyim, belə bir yol var idi. Şagirdlərə hər zaman bunu deyirəm. Bir üçbucaqda bir tərəfin bölündüyünü görürsənsə, digər tərəfdə sən bölməyə çalış. Mən nə edəcəm? Bax, götürürəm. Bu xəttdə paralel, bax buna. Buna paralel bir dənə yan tərəfə düz xətt çəkirəm. Fikir versəz bunlar bir-birinə paraleldir bu xəttlər. Paralel olduğuna görə bu gedib bu tərəfi yarıya bölübsə, digər tərəfi də yarıya böləcək. Bax, bir üçbucaq düşün. Üçbucaq düşün, bu xəttin bu xəttdə paralel olduğunu düşün. Əgər paralelsə Fales teoreminə görə 3-ün 4-ədirsə, burada 3x, burada 4x olmazdı. Eyni olardı da. Bura necədirsə, bura elə və yaxud da bura necədirsə, bura da elə. İndi bura yarıya bölündüyündən x-ə x-dirsə, burada yarıya bölünməlidir Fales teoreminə görə. Yaxşı. İndi mən paralel çəkmişəm. Bu tərəf yarıya bölündüyünə görə demək digər tərəf də yarıya bölünüb. O zaman bu xəttdən mən orta xətt deyə bilərəmmi? Demək ki, mənim yaratdığım bu orta xəttdir. 7-nin yarısı nə qədər edəcək? 3,5. Bura 90 dərəcə olduğundan, paralel olduğundan burada 90 dərəcə olacaq. İndi bax, mən bu üçbucağın sahəsini gəlin tapaq bir yerdə məndən. Üçbucağın sahəsini necə tapacağım? Tərəfimiz nə qədərdir? 4. Tərəf 4. Tərəfə çəkilən hündürlüyümüz 3,5. Hasilinin yarısı bizə sahəni verəcək. 4 ilə 2 getdi, 2. 2-ni 3 sonda 5-ə vuranda 7. Demək ki, bizim bu üçbucağımızın sahəsi 7-dirsə, elə bu sahədə 7 olacaq. Düzgün cavabımız 7. Gəlin baxaq 16 nömrəli suala. Verilmiş bu ifadəni sadələşdirsək, A-nın kvadratı çıxılsın 2 dənə AB üzərinə gələk B-nin kvadratı üzərinə gəlinsin 4AB bölünsün. A-nın kvadratı üzərinə gəlinsin 2 dənə AB üzərinə gəlinsin B-nin kvadratı çıxılsın 4 dənə AB. 4AB-dən 2AB-ni çıxanda müsbət 2AB qalar. Aşağıda isə mənfi 2AB qaldı. Oldu yuxarıda A-nın kvadratı üzərinə gələk 2AB üzərinə gəlinsin B-nin kvadratı bölünsün. A-nın kvadratı çıxılsın 2 dənə AB üzərinə gəlinsin B-nin kvadratı. Bu nəyin açılışı oldu? Surət A plus B-nin mötərizə kvadratıdır. Məxrəc isə A çıxılsın B-nin mötərizə kvadratıdır. Bu ikisini birləşdirib bax, belə yaza bilərəm. İndi A ilə B-ni toplayaq. Qiymətlər var. Bunları toplasaq edəcək 400. Bunları bir-birindən çıxsaq, bir dəfə də çıxacaq. Edəcək 10. Kvadratı nə edəcək? Bunlar bir-birini götürdü. 40-ın kvadratı edəcək 1600. Gəlin baxaq 17 nömrəli suala. Bizə verilən ifadə budur. Bizdən soruşulan ifadə isə budur. Mən nə edəcəm? 49 üstü A-nı 7 üstü A-nın kvadratı kimi göstərə bilərəmmi? 7-nin kvadratı 49. Üstə gələk. Digərində 7 üzərində mənfi A-nın kvadratı kimi yazıram. Bərabərdir 79-a. Uşaqlar, bunlara takılmayın, bax bu qiymətlərə. Yəni bu hissəsinə baxma. Buna bir A gözü ilə baxın. A ədədi. A-nın kvadratı üstə gələk B-nin kvadratı. Necə yazardınız? X-in kvadratı ilə Y-in kvadratının cəmi nəyə bərabərdir? Birinci üstə gələk ikincinin mötərizə kvadratı. Çıxaq 2xy deyilmi açılışı? Gəlin bunları bir dəfə toplayaq. 7 üstü A üzərinə gələnsin 7 üstü mənfi A-nın kvadratı. Çıxaq 2 vurulsun bunların bir-birinə hasili. Bərabər 79-a. İndi bax. Bu 7 üstü A-dır, bu 7 üstü mənfi A-dır. Bir-birinin tərsi olduğu üçün vuranda qüvvətlər toplanında 0 edəcək. 7 üstü 0 da 1 deməkdir. 7 üstü 0 1 deməkdir. Bu getdi. Oldu 7 üstü A üzərinə gələnsin 7 üstü mənfi A-nın kvadratı. Mənfi 2-ni sağa göndərəndə 81.
Nəyin kvadratu 81-dir? Ya 9-un ya -9-un. Yadda saxlayın. Üstü funksiyaların heç vaxt cavabı mənfi ola bilməz. 7 üstü a üzərinə gələnsin 7 üstü -a bərabərdir müsbət 9-a. -9 götürmədim. İndi bu cəm 9 olduğuna görə bunun yerinə 9 yazsaq olacaq loqaritma 3 əsasdan 9. 9 3-ün kvadratı olduğundan bunlar getdi. Cavabımız 2 qaldı. Gəlin baxaq 18 nömrəli suala. Verilmiş çoxluğun rəqəmlərindən rəqəmləri təkrar etməməklə neçə müxtəlif 3 rəqəmli ədəd düzəltmək olar? 3 rəqəmli ədəd düzəldirəmsə 3 dənə xəttimi yazdım. Başa hansı rəqəmlər yaza bilərəm burada gördüklərindən? 0-ı yazmamaq şərti ilə, bax 0-ı qaraladım. Amma silmədim də, yəni yaza bilmirəm, amma saxlamışam. 0-ı yazmamaq şərti ilə 7 dənə ədədim var. O zaman 7 dənə daşdan birini yazacağım bura. Tutalım ki 7-ni yazdıq. İndi 0 ortaya gəldi. Yəni 0 aktivləşdi. Çünki ortaya 0 deyə bir ədəddə yazmaq olar rəqəmi. İndi neçə dənə haqqım var? 1, 2, 3, 4, 5, 6, 7. Yenə də 7 dənəsindən birini bura yaza bilərəm. Tutalım ki 0-ı da yazdıq. İndi neçə dənəsi qaldı? 6 dənə. 6 dənədən də birini bura yazacağım. Hadisələr arasında hər zaman vurma baş verilir bitənə kimi. Unutmayın. 7 vurulsun 7 vurulsun 6 bərabərdir neçəyə? 7 dəfə 6-ım 42 edəcək. 7-ni də 42-yə vuranda 7 dəfə 2-im 14. 7 dəfə 4-üm 28. 294 olar. Gəlin baxaq indi həllin ətraflı şəkildə yazılması tələb olunan açıq tipli test tapşırıqların izahına. Deməli, bizə belə bir şəkil verilibdir. ABCD dördbucaqlısının ala biləcəyi sahənin ən böyük qiyməti bizdən soruşulur. Biz nə edəcəyik bu tip sualların həllində? Mənə lazım olan bu dördbucaqlının sahəsidir, düzdür ümumi olaraq. Amma mən bunu ayrı-ayrı üçbucaqların sahələrini tapıb toplayacağım. Birinci baxaq bu üçbucağa. Baxın. Bu üçbucağın sahəsini tapaq. Bu üçbucağın sahəsini necə tapacağım? Araya alfa desəm. Üçbucağın sahə düsturu var. Bax, üçbucağın sahəsi S bərabərdir 2-də 1 AB sinus alfa deyə bir düsturu var, düzdürmü? Yəni yan tərəfləri bir-birinə vurub aradakı bucağın sinusuna. 3-ü vuracağım 6-ya, bir də vuracağım sinus alfaya. 6 dəfə 3-üm 18. 18-i bu 2-yə böləndə 9 sinus alfa elədir. Gəlin indi də bu üçbucağın sahəsini tapaq. Sahəsini tapıb toplayacaq. Görün nə gözəl bir şey alınacaq. S bərabərdir 2-də 1. İndi də 6 vurulsun, yan tərəf 6-dır. Digər yan tərəf 4. Aradakı bucağa da bir beta deyək. Sinus beta olsun. Düzdürmü? Bu da oldu. 6 dəfə 4-üm 24. 2-yə də böləndə 12 sinus beta. İndi mənə lazım olan bu sahələri ayrı-ayrı tapmışam. İndi bunları toplayacağım. 9 sinus alfa üzərinə gəlinsin 12 sinus beta. Bu ən çox nə alar? Baxın, alfa ilə betanın cəmi bura 90 dərəcə verilib. Alfa ilə betanın cəmi 90 dərəcə olarsa, sinus alfaya kosinus beta demək haqqım var. Niyə? Məsələn, 30 dərəcə ilə 60 dərəcə. Cəmi neçə eləyir? 90. Mən sinus 30-a kosinus 60 deyirəm. Buna haqqımız çatırdı da yadınızdadırsa. Düzdürmü? Cəm 90 edirsə, ona görə sinus alfa kosinus beta kimi bir şeydir. Və yaxud da sinus betanın yerinə mən kosinus alfa demək haqqım var. Niyə? İki bucağın cəmi 90 dərəcədir deyə. İndi yadımıza salaq. Uşaqlar, 9 sinus alfa üzərinə gəlinsin 12 kosinus alfa. Bu ən çox nə alırdı? Trigonometriyadan bunu bilməliyik ki, kök altında əmsalların kvadratları cəmi 9-un kvadratı, 12-nin kvadratı. 9-un kvadratı 81, 12-nin kvadratı 144, bu da 225. Bundan nə çıxacaq? 15. Demək ki, bu ifadə ən çox 15 alar sahəsi. Möhtəşəm sual. 20 nömrəli sual. Dövlət İmtahan Mərkəzinin ən sevdiyi sual tiplərindəndir. Tip olaraq misal nümunəsi demirəm. Sırf bu hissəsini xoşlayırdım. Və ya sözünə görə və ya birləşməsinə görə ortada olay nədən ibarətdir bilmirəm. Toplama baş verir. Yaxşı. Bizə nə deyir? Bir xəstəxananın növbətçilik siyahısında 5 həkim və 6 tibb bacısı var. 5 həkim, 6 tibb bacısı var. Təcili yardım qrupu üçün
ən azı bir tibb bacısı olmaqla, ən azı bir tibb bacısı olsun. Birdən artıq da ola bilər, amma minimum bir dənə tibb bacısı olsun. 3 nəfərlik komanda seçilməlidir. 3 nəfərlik bir komanda seçəcəm, bir dənə tibb bacım olsun. Seçilən bu qrupun yalnız həkimlərdən və ya yalnız tibb bacılardan ibarət olmamaq şərti ilə. Tamam, ən az bir tibb bacısım olsun, 2 dənə də tibb bacısı ola bilər, amma 3 dənəsi olmasın. Çünki onsuz da 3 nəfərlik bir komanda yaradıram. 3'ü də tibb bacısı olmasın. Deyir seçilən qrupun yalnız həkimlərdən və ya yalnız tibb bacılardan ibarət olmaması şərti ilə neçə üsulla formalaşdırıla biləcəyini tapın. Demək 3 dənə komanda seçmirəm. Mən mütləq bir dənə tibb bacısı seçməliyəm. Öz deyir ən azı bir tibb bacısı olsun. O zaman belə deyirəm. Nə qədər tibb bacım var? 6 dənə. 6 dənədən birini seçdim. Vurulsun. Qaldı 2 dənə yerim. 5 dənə həkimdən də ikisini seçərəm. 5 dənə həkimdən də ikisini seçərəm. Ya da və ya bura ortaya girdi. Və ya belə eləyərəm. 6 dənə tibb bacısından ikisini seçərəm. Deməyib ən azı birini seçim. Mən ikisini seçirəm. İkisini seçdim, doldurdum. Bir dənə yerim boşdur. 5 dənə həkimdən də birini seçəcəm. Yaxşı, indi gəl bunları hesablayaq. 6'dan 1 6 deməkdir. 5'dən 2 5 faktorial bölünsün. İkisinin arasındakının faktorialı vurulsun 2 faktorial. Üzərinə gəlinsin. 6 faktorial bölünsün. 6'dan 2 çıxsaq 4 faktorial vurulsun 2 faktorial. Bu da elədir 5'dən 1 5 deməkdir. 5 faktorialın içində 3 faktorial var. Vuraq 4 vuraq 5. 3 faktoriallar getdi. 2 faktorial 2 deməkdir. 6 ilə 2 getdi. 3 qaldı. Elədi 3 dəfə 4'üm 12. 12'ni 5'ə vuranda 60. Üstə eləş. 6 faktorialın içində 4 faktorial vur 5 vur 6 var. Bunlar bir-birini götürdü. 5 dəfə 6'ım 30. 30'u 2'yə böləndə 15. 15'i də 5'ə vuranda 75. Bu tərəf 75 elədi. Toplayanda neçə edəcək? 135. Demək 135 üsulla seçilə bilər. Gəlin baxaq 21 nömrəli suala. Dairə dilimi formasında olan bərabər 4 ləçəkdən ibarət rüzgar gölü verilmişdir. Ləçəklərin hamısı mərkəzdə bir nöqtədə kəsişir və xarici sərhədləri eyni çevrə üzərində yerləşir. Başlanğıcda rüzgar gölündə ard-arda gələn hər iki ləçək arasındakı mərkəzi bucaqlar bərabərdir. Rüzgarın təsiri nəticəsində ləçəklərdən biri qırılmış və şəkildə göstərilən vəziyyət yaranmışdır. Bu vəziyyətdə şəkildə göstərilən mərkəz bucaq 100 dərəcədir. Rüzgar gölü bütöv vəziyyətdə olarkən ard-arda gələn iki ləçək arasındakı mərkəzi bucaq neçə dərəcədir? Bu bizə nəyə soruşur? İlk öncə bizə lazımdır ki, ard-arda gələn bu iki dənə ləçək yoxdur. Məsələn, bu bir ləçək olsun, bu ikinci ləçək. Bunların arasındakı bu bucaq və yaxud da bu bucaq. Bunları biz axtarırıq. Ləçəklərin özləri bir-birinə bərabər olduğundan, aralarındakı bucaqların da bərabər olduğuna görə mən bura bu dərəcəyə alfa dərəcə deyəcəm. Ləçəklərin öz arasındakına. Bu birisi də alfa olsun, bu birisi də alfa olsun, bu birisi də alfa olsun. Nə oldu? 4 dənə alfa üzərinə gəlinsin. Bu ləçəklərin qənədləri arasındakı bucaqlara beta desək, beta bura olsun, bura olsun, beta bura olsun, burada beta. 4 alfa üzərinə gəlinsin, 4 dənə beta. Bərabərdir 360 dərəcə. Hər tərəfi 4'ə bölsək, olacaq alfa üzərinə gəlinsin, beta bərabərdir 90 dərəcə. Düzdürmü? İndi bax, bu ləçək qırılsa, indi qırılıb da bu. Bu qırılmadan qabaq, bura 100 dərəcə, düzdürmü? Qırılmadan qabaq burada bir dənə bizim bir ləçəyimiz yox idi mu? Belə, düzdürmü? Biz bu ləçəklərin arasında nə demişik? Beta demişik da. Bura demək beta, bura beta, bura nəymiş? Alfa. İndi bu yoxdur da burada. Demək bura 100 dərəcədir. Yəni 2 dənə beta, bir dənə alfa, 2 dənə də beta. Bizə 100 dərəcə olduğunu verir. Sistem tənlik kimi bunu həll etsək, alt-alta çıxsaq, alfalar gedər. 2 betadan betanın çıxanda beta qalacaq. 100'dən də 90 çıxanda 10 dərəcə. Bizə ləçəklər arasındakı bucağı soruşurdu. Ləçəklər arasındakı bucaq 10 dərəcə olacaq. 22 nömrəli suala baxaq. Şəkildə delfinin tullama trayektoriyasını ifadə edən parabola verilmişdir. Delfin dəniz səviyyəsindən ən çox neçə metr hündürlüyə qalxa bilər? Delfinin ən çox qalxdığı yer
Bu nöqtə bizim təpə nöqtəmiz sayılır. Nəyimiz sayılacaq? Təpə nöqtəmiz. Təpə nöqtəsinə M deyirik. Funksiyamıza təpə nöqtəsi M-dir. M-in düsturu var idi. M bərabər mənfi B böl 2A. Yadda saxlayın. İndi bunu biraz uzadacağım. Misal həlli kimi də düşünün, dərs izahı kimi də düşünün, bilməyənlər üçün deyirəm. Parabolanın təpə nöqtəsi, bir dənə parabola çəkdim özümdən. Bunun təpə nöqtəsi gözümüz görür təxminən buradır, düzdürmü? Ən yüksək gəldiyimiz zirvə buradır. Bu təpə nöqtəsinə M deyirik, x üzərində olan yerə. Buna isə n deyirik. Bu M nəyə bərabərdir? Bu M x oxunu kəsən yerlərin, yəni köklərin düz ortasıdır. Bax, bu M bu köklərin düz ortasıdır. Yəni M x1 ilə x2-nin cəminin yarısıdır. Tamam mı? Bunu mütləq şəkildə bilin. İndi bax, bu təpə nöqtəmiz kimiymiş? 5. X oxunu kəsən yerlər gəlin tapaq. Mənfi 1 verilibdir. Buranın neçə olduğunu bilmirəm. 5 ortada olduğuna görə demək ki, bura nəymiş? Gəl buranı tapaq. Əslində qiymət bilirəm, amma belə yazaq da, məsələn, həll kimi. Yazıram 5 bərabərdir. X üzərinə gəlinsin mənfi 1 bölək 2. 10 bərabərdir. X çıxaq 1-ə. X də bərabər 11-ə. Demək bu nöqtə 11 nöqtəsidir ki, bunları toplayanda yarısı bizə 5'i verir. Mən bunu niyə tapdım? Parabolanın x oxunu kəsdiyi yerlər var əlimdə. Mənfi 1 ilə 11 nöqtəsində kəsir. Düzdürmü? Y oxunu kəsən nöqtədə varmı? Şükür Allaha, o da var. 11 bölək 6. X-i kəsən yerlərdə var. Y-i də kəsən yerlər var olduğuna görə mən parabolamın tənliyini yazıram. Parabolanın tənliyinin düsturu y bərabərdir a vurulsun 2 çıxılsın x1, 2 çıxılsın x2'dir. Köklərin mənfi 1'dir. Digər köküm isə 11'dir. Aparıb yerinə yazsaq burada x1 ilə x2'nin yerinə y bərabərdir a vurulsun 2 üzərinə gəlinsin 1. Niyə üzərinə gəlinsin 1? Mənfi 1 yazanda müsbət edir. Sonra 2 çıxılsın 11. Yazdıq. Bir dənə çatışmır A-nı tapmaq. A-nı necə tapacaq? A belə tapılır. X1 vurulsun X2. Viet teoremindən şagird bilir ki, köklər hasilimiz AX kvadratı toplam BX toplam C'də köklər hasilimiz C bölək A-dır. Köklərimiz gözümüzün qabağındadır. Mənfi 1'i 11'ə vuranda mənfi 11. C Y oxunu kəsən yerdir. Yəni 11 bölək 6 bölünsün A. Buradan çapraz vursaq mənfi 11A bərabər 11 bölək 6'ya. 11'lər buradan gedəcək. A'mız da bərabər mənfi 6'da 1. A'nın yerinə mənfi 6'da 1 yazdım. Bitdi. Bu bizim tənliyimizdir. İndi bizdən nə istəyir? Delfinin ən çox neçə metr hündürlüyə qalxdığını. Ən çox qalxdığı nöqtə bu nöqtədir. Bu nöqtədə bizim n'imizdir. N necə tapılır? X'in yerinə demək mən 5 yazsam, funksiyamda 5 yazsam, 5 məni ən çox neçə metr göyə qalxıb ora aparacaq. Gəlin biz funksiyamızda artıq x'in yerinə 5 yazaq. Oldu y bərabərdir mənfi 6'da 1. 5 yazsam 5'in üzərinə 1 6. 5 yazsam 5'dən 11 çıxanda mənfi 6. Buradan 6'lar getdi, mənfilər getdi. Düzgün cavab 6 olacaq. Şagird burada funksiyanın kökləri verilərsə parabolanın tənliyinin qurulmasını yadına salmalı idi. Bunu bir öyrənməlidir. Yəni bu sualın məğzi odur. İmtahana düşər-düşməzə qoy kənara. Sən bunu qurmağı bilməlisən. Yaxşı. Test toplusunda buna aid nümunələr var. İşləsən əla olar. Həndəsi silsiləyə aid sualdır 23 nömrəli sual. B6'nı soruşur. B2 bərabərdir. B1 vurulsun Q şəklində yazar. B4'ü B1 vurulsun. B4 bərabərdir. Hətta bunu belə yazaq da. Bunu niyə mən belə yazıram ki? Belə yazaq. B4 bərabərdir. B2 vurulsun Q'nun kvadratı. B4'ün cavabı var 12. B2'nin də cavabı var Q kvadratı. Buradan Q'nun kvadratı 12'ni 3'ə böləndə 4 edəcək. Məndən B6'nı soruşur. B6 bərabərdir. B4 vurulsun Q kvadratı kimi yaza bilərəm. B4'ün cavabı 12'dir. Q'nun kvadratı 4'dür. 12'ni 4'ə vuranda 48 edəcək. Düzgün cavab 48. Gəlin baxaq 24 nömrəli suala.
Çevrəyə toxunan çəkilən kimi hər zaman sizə məsləhətim toxunana radius çəkin. Misal hələ nədir bilmirəm, amma 90% işimizə yarayır. Niyə? Toxunana radius çəkən zaman burada 90 dərəcə olur. Bizə deyir A bucağı 30 dərəcədir. Bura 30 dərəcə yazdım. Çevrənin A nöqtəsindən radiusu 6 sm, bura 6 sm-dir. O zaman yenə misallarını oxumadan biraz həllə keçək. Düzbucaqlı üçbucaqda 30 dərəcə qarşısında duran katet hipotenusun yarısı olduğundan mənim hipotenusum 12 olacaq. Demək ki, buradan bura uzunluğu 12'dir. Radius da 6 olduğuna görə bu uzunluğu da 6'dır. Bizdən AC kəsənin uzunluğunu soruşurdu. Bizdən elə bu uzunluğu soruşurdu. Düzgün cavabımız AC 18 olacaq. Gəlin baxaq 25 və sonuncu sualımıza. Rombun tərəfi 4, iti bucağı 60 dərəcədir. Rombun bütün tərəfi eyni olduğundan 4 yazdım. İti bucaq 60 dərəcə olduğundan bura 60 dərəcə qeyd elədim. Bunun kiçik diagonalını bizdən soruşur. Rombun 2 dənə diagonal var. Biri bu, digəri isə bu. Bunun hansı kiçik, hansı böyükdür? Bura 120 dərəcə olduğuna görə 120'nin qarşısında olan diagonal daha böyükdür. Biz 60'ın qarşısında olan diagonal bu diagonala baxaq. Kiçik diagonal. Bərabər yanlı üçbucaq olduğu üçün oturacağımdakı bucaqlar bərabər olduğuna görə 180'dən 60 dərəcəni çıxacağım. 120. Bunu da 120'ni də 2 yerə bölsəm 60 dərəcə. Demək buralar 60-60'dır. Demək bu üçbucağımız bərabər tərəfli üçbucaq olduğuna görə bütün tərəflərimiz 4 olduğundan diagonal kiçik bərabər 4 olacaq. Ümid edirəm faydalı bir sınav oldu. İnşallah ümumi sınav imtahanı 4'te görüşənədək. Ümumi sınav imtahanının 4'ün suallarında 3'ün sualları ilə bənzərlik var. Ona görə bu sualı mükəmməl bilən şagird 4'ün də üstəsindən gələcək. Allah amanında özünüzdən müğayət olun. Sağ olun.